Salam dostlar, bugün sizə çox gözlənilən su nasosu haqqında danışacağım. Nasos Seako brendinə aiddir, modelin adı isə SK600-dür. Nasosun tam adı sabit maqnit və tezlik dəyişdiricili özü sovuran nasosdur. Bu nasosun digər nasoslardan nə kimi üstünlükləri var? Nasos çox səssizdir və onun hətta bina daxilində, mənzil və ya fərdi yaşayış evi daxilində quraşdırmaq olar. Birazdan işə salacağım, səsinə özünüz qulaq asarsınız. Tezlik dəyişdirici sayəsində nasos su istifadəsinə baxaraq valın sürətini azaldır və ya çoxalda bilir. Yəni, loru dildə desək, əgər siz balaca bir kran açırsınızsa, o bir sürətdə işləyir. Lakin bir neçə nöqtədə su açılarsa, onun valı daha böyük sürətdə çalışmağa başlayır və hər bir istifadə nöqtəsini bol su ilə təmin edir. Yəni, digər nasoslar kimi birbaşa tam gücü ilə işləmir. Sizə nə qədər su lazımdırsa, val onu tənzimləyir və o sürətdə işləyir və beləliklə də elektrik enerjisinə qənaət edir. Həmçinin də nasosun köhnəlməsinin, sıradan çıxmasının qarşısını alır. Yəni, nasos böyük sürətlərdə daim işləmədiyinə görə onun istismar dövrü də uzanmış olur. İndi isə nasosun necə işlədiyini sizə göstərim. Görə bilərsiniz ki, displeyin üzərində qıfıl işarəsi var. Bu da ekranın blokda olmağını göstərir. Yəni, bura toxunsanız heç nə baş verməyəcək. Nasosu işə salmaq üçün kranı açırıq və nasosun necə sakit işlədiyinə özünüz şahid olun. Suyu bağlayırıq ki, suyun səsi gəlməsin. Nasos bir müddət özü işləyəcək, onun səsinə qulaq asın. Nasosun anti-kipləşmə funksiyası var. Bu nə deməkdir? Bilirsiniz ki, nasos uzun müddət işləməyəndə valı ilişir. Bu nasosda ilişməyə qarşı funksiya var. Əgər onu uzun müddət işlətmirsinizsə, nasos mütəmadi olaraq valını dövr elətdirir və beləliklə də kipləşmənin, ilişmənin qarşısını alır. Nasosun pasportunda göstərilir ki, suyun temperaturu 60 dərəcə ola bilər. Əgər biz menyuya girsək, müəyyən parametrlər görəcəyik. Suyun temperaturu 32 dərəcədə hal-hazırda. Cəryan 210 voltdur. 550 watt gücündə işləyir. Suyu bağlasaq, watt da azalacaq. Görə bilirsiniz ki, watt da azalır. Sonra burada saatda neçə kubmetr su istifadəsi varsa onu da göstərir. İndi biz suyu tam açırıq və göstərici qalxır. Və digər maraqlı tənzimləmələr menüdə var. Qeyd edim ki, bu nasosun təzyiqini tənzimləyə bilərsiniz. Digər nasoslardakı kimi sabit, əvvəlcədən zavod istehsalı olan təzyiq deyil. Burada istədiyiniz kimi təzyiqi azaldıb çoxala bilərsiniz. Nasosun maksimal təzyiqi 45 metrdir, yəni 4,5 bar. Məhsuldarlığı isə maksimum dəqiqədə 100 litrdir. Bu da öz növbəsində 2 mərtəbəli, 3 hamam otağı, 1 mətbəxi olan ev üçün tamamilə kifayətdir. Əminəm ki, gələcəkdə bütün obyektlərimizdə bu cür nasoslardan istifadə edəcəyik. Çünki adətən biz 2 mərtəbəli evlərə nasos stansiyaları qoyuruq. Bu da istismarda və quraşdırılmada çox çətinliklər yaradır. Onu mütəmadi olaraq servis tələb olunur. Burada isə hər şey gözəl kompakt korpusda yerləşdirib, içində genləşmə çəni də var və heç bir əlavə avtomatika tələb olunmur. İstismarı çox rahatdır. Hər bir istifadəçi bunu özü tənzimləyə bilər. Nasosun üzərində hətta xəta kodları da var. O temperatur xətasını, mühərrikin işləməməsini və digər şeyləri göstərə bilir. Hətta burada cəryan xətası da var. Cəryan aşağı və yuxarı olarsa, nasos qəza rejiminə düşə bilir. Çox ağıllı sistemdir. Avropa analoqları ilə müqayisədə
çox sərfəli qiyməti var. Ümid edirəm ki, gələcəkdə Azərbaycan bazarında belə ağıllı qurğular daha çox populyar olacaq, daha çox istifadə olunacaq və bu cür qurğuların istifadəsi təbii ki, bizim büdcəmizə və rahatlığımıza çox böyük kömək olacaq. Video xoşunuza gəldisə, likelarınızı əsirgəməyin, videonun altda rəylərinizi yazın, onlara mütləq şəxsən özüm cavab verəcəm. Özünüzə yaxşı baxın, yoxdur qoy qalıb.